الله أكبر 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 لا إله إلا الله الله أكبر ولله الحمد الله أكبر عدد ما صام صائم وأفطر الله أكبر عدد ما ذكر الله ذاكر وكبر الله أكبر عدد ما حمد الله حامد وشكر الله أكبر ما سطع فجر الإسلام وأسفر الله أكبر ما أقبل شهر الصيام وأدبر الله أكبر ما فرح الصائم بتمام صيامه واستبشر الله أكبر عدد ما تاب تائب واستغفر Allah Akbar, ne kadar oruç tutan orucunu tutup iftar edipse, Allah Akbar, ne kadar Allah'ı zikreden zikredip tekbir edipse, Allah Akbar, ne kadar Allah'a hamd eden ve şükreden varsa, Allah Akbar, İslam'ın seheri ne kadar parladısa, ışıklandısa, Allah Akbar, ne kadar oruç ayı, Ramazan ayı yakınlaştı ve sonra çıktı gitti. Allah Akbar, ne kadar oruçtan orucunu tamamlayıp sevindi, şad oldu. Allah Akbar, ne kadar tövbe eden tövbe etti, bağışlanma diledi. Allahu Akbar kebira velhamdülillahi kethira ve subhanallahi bukrata ve asila. Artık Ramazan ayı bitip, Ramazan ayı yoktu. Lakin mübarekti o kəskin ki bu ayı ibadette geçirdi. Müjdədir o kəskin ki Rabbine yakınlaştı. Ve xəsarətdir o kəskin ki səhlənkarlıq etdi onda. Gecelerini itirdi, gündüzlerini heder etti. Ali ibn Abi Talib radiyallahu anhu Ramazan ayının son gecesi seslenirdi. Cemaate dirdi: ya leyte şi'ri men hâzel makbulu fenuhennih ve men hâzel mahrumu fenuazzih. Kaş ki bileydim kimdi o kabul olunan veya ondan kabul olunan, onu tebrik ederdim. Ve bileydim kimdi o mahrum, ona başsağlığı vererdim. Müjdelenin, tuttuğunuz bu ayın orucuna göre gündüzlerini oruç tuttunuz, mübarek gecelerini ibadette geçirdiniz. Budur, artık bayram namazına çıkmışsınız. Direm size ki müjdelenin, Rabbinizin mağfiretiyle, bağışlanmasıyla, lütfüyle müjdelenin. Kıyamet günü Rabbiniz size hitap edende, oruçtanlara seslenende, kulu veşrabu haniyem bima esleftum fil eyyamil haliye, geçmiş günlerde ettiğiniz amellere göre nuşu canlığıyla yiyin için. Tuttuk bu ayın orucunu, gün ortaları gecelerini ibadette geçirttik ve bugün sevinirik bu fitre bayramına göre, Ramazan bayramına göre, sevinirik Rabbimizin itayetine göre, sevinirik rahmetine göre, mağfiretine göre, lütfüne göre, sevinirik ki hele de hayattayıq, ibadeti devam edebilirik. Sevinirik ki itayeti güzel yerine getirmek için hele de fırsat var canımızda. Sevinirdik iftarımızı açanda ve sevineceksiniz inşallah Rabbinizle karşılaşanda tuttuğunuz orucunuza göre. Ona göre 30 gün oruç tutan, 29 gün oruç tutan, şükret Rabbine. Şükret Allah Teala'ya ki müvaffak etti seni bu nimete. Bu azametli aya, onun ibadetine, orucuna ve senden istemişti ki tamamlayasan onu. وَلِتُكْمِلُ الْعِدَّةَ وَلِتُكَبِّرُ اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ. O istiyor ki siz müddeti tamamlayasınız ve sizi doğru yola yönettiğine göre onu ucaldasınız. Tekbir edesiz ona, belki şükredesiz. Allahu Ekber, Allahu Ekber, la ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Ve bayram hisse bilme ki mücerred
ləzzətli yeməklərdən, gözəl yeməklərdən yeyib dadmaqdır. Heç də bilmə ki, mücərrəd gözəl paltarlar geyməkdir. Əsla. Bayram əslində Allah Taalaya asi olmamaqdır. Bayram İslamın o dəyərli əxlaqı ilə əxlaqlanmaqdır. Bayram Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünün mənasıdır ki, müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən, əlindən salamatdır. Bayram Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünün tərcüməsidir ki, sizdən biriniz nəfsi üçün istədiyini qardaşı üçün və ya qonşusu üçün istəməyincə iman etmiş olmaz. Bayram Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözüdür ki, müsəlmanı 3 gündən artıq tərk edə bilməz, küsülü qala bilməz. Qarşılaşdıqda bu üç çevirir, o üç çevirir. Ən xeyirlisi salama ilk başlayandır. Bayram o deməkdir ki, səni ilə əlaqəni kəsənlə əlaqə saxlayasan. Səni məhrum edənə əta edəsən, verəsən malından. Bayram o deməkdir ki, sənə zülm edəni bağışlayasan. Bayram odur ki, bayrama çıxdığında qəlbində kin, küdurət qalmamalıdır heç kəsə qarşı. Bayram odur ki, müsəlmanların qəlbinə sevinç gətirəsən, rahatlıq daxil edəsən. Bayram odur ki, xilafdan, ixtilafdan uzaq olub, bir olasan, tohidət ətrafında birləşəsən və bayramın sevincinin tamamından kasıbları yada salasan, yoxsulları yada salasan, qohumlarınla əlaqə saxlayasan, sənə pislik edənə yaxşılıq edəsən. Bugün bayramdır, bəli, bugün saflıq, paklıq günüdür, bugün bağışlanma, əf günüdür və dediyimiz kimi bayram heç də mücərrəd sevinç, mücərrəd təzə paltar geyib, təzə geyim geyib namaza gəlmək deyil, ləzzətli yeməklər yemək deyil. Əksinə bayram əslində şükürdür Allah Taalaya. Səni müvəffəq etdiyi üçün bu əzəmətli aya, onun orucunu tutmağa. Bayram təkbirdir, təhlildir, la ilahə illallah deməkdir, həmd etməkdir Allah Taalaya. Bayram itayəti artırmaqdır. Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, müminin 5 bayramı var. Hər gün Allah'a asi etmədən keçdiyi gün onun üçün bayramdır. O günkü asilik etməyib, o gün bayramdır onun üçün. Bu dünyadan imanla çıxa bilməsi, vəfat etdiyində iman üzərində olması onun üçün bayramdır. Siratı keçə bilməsi, qiyamətin dəhşətli əhvalından xilas ola bilməsi bayramdır onun üçün. Cənnətə daxil ola bilməsi bayramdır onun üçün. Cənnətə daxil olduqdan sonra Rəbbini görə bilməsi bayramdır onun üçün. Allahu Akbar, Allahu Akbar, la ilahe illallah, Allahu Akbar, Allahu Akbar və lillahil həmd. Ona görə də diqqət et. Ramazandan sonra Rəbbinlə olan itayətin, Rəbbivə olan ibadətin, Ramazan sənin üçün sonuncu əhd olmasın. Bu Ramazanı ibadət üçün son nöqtə etməkçinə mümin Rəbbinə daima ibadət edir. İbadəti bir ayla kifayətlənmir. Bir ay ibadət edib dayanmır, əksinə doğru yolda olur. Allahın itayətində, ibadətində olur ta ki Rəbbinin huzuruna çıxana qədər. وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Rəbbinə ibadət et, yəqinlik, yəni ölüm sənə gələnə qədər. Və nə pis qövmdür o qövm ki, nə pis insandır o insan ki, Rəbbini yalnız Ramazanda tanıyır. Çünki bütün bu ayların Rəbbi birdir. Ramazanın Rəbbi, Şəvvalın da, Şabanın da, digər ayların da Rəbbidir. Ona görə necə qoruyurdunsa bu ayda ibadətləri, qoru yenə. Namazları, hansı ki 5 vaxt namazı çalışırdın, cemaatla yerinə yetirəsən, qoru onu. O müminlərdən, o müsəlmanlardan olma ki, Rəblərinə yalnız Ramazanda ibadət edirlər. Sonra məscidləri tərk edib, boş qoyurlar. Xüsusən də namazlar, hansı ki Rəbbimiz fərz edib bizə və səmada fərz edib, dinin dirəyidir, əsasıdır. Qiyamət günü ilk soruşulacaq əməldir, ilk hesaba çəkiləcək əməldir. Və kimi müvəffəq etmişdirsə Allah Teala bu aya, bu ayın orucuna, ibadətinə, gecə namazlarına fikirləşsin ki, o kəslərdən olmasın və ya
o qarı kimi, qoca qarı kimi olmasın, hansı ki ipliğini möhkəm əyrəndən sonra onu söküb dağıdır. O ipliği dağıdan olma. Əksinə Ramazanı dəyiş nöqtəsi et özün üçün. Həyatında yeni bir başlanğıc et. İtaətin artması et. Rəbbinə daha çox yaxınlaşmaq et. Ya eyyühəl-ləzīnə əmənu يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Ey iman getirenler, Allah'tan korkun hakkıyla ve yalnız Müslüman olarak ölün. Ona göre İbn Kesir rahimehullah deyir ki, İslam'ı koruyun. Sağlamlık halınızda da, salamatlık halınızda ki, öləndə onun üzerinde öləsiz. Sonra deyir ki, çünki səxavətli olanın adətindən, yəni Allah Taala'nın adətindən, səxavətlinin adətindən, lütfündən belə yazılıb ki, kim nəyin üzərində ölürsə, kim necə ölürsə, kim necə yaşayırsa, elə də ölür və kim necə ölürsə, onun üzərində də qalxacaq, o cür də qalxacaq. Allah'a sığınırıq onun əksi olmaqdan. Allah Taala bizi bu Ramazanda qəbul olunan qullarından etsin. Cəhənnəmdən azad etdiyi qullarından etsin. Bizi gələn Ramazana sağlamlıq və imanla çatdırsın. Onun orucunu, namazını layiqincə yerinə yetirməkdə bizə kömək etsin, bizi müvəffəq etsin. Allah Taala ibadətlərinizi, dualarınızı, oruclarınızı qəbul etsin. Bu mübarək günlər hansı ki keçdi getdi arxadadır. O günləri sizin ailəniz üçün xeyir, bərəkət, sevinc, əmin-amanlıq günləri etsin və davamiyyətli bu günləri sizin üçün artırsın. Allah Taala bu bayramda qəlblərimizi islah etsin. Qəlblərimizi mehribanlıqla doldursun. Aramıza sevgi, qardaşlıq bəxş etsin. Allah Taala dünyanın hər yerində zülm və sıxıntı içində olan zəif, aciz müsəlman qardaş və bacılarımıza kömək etsin. Onları qorusun. Öz mərhəməti ilə onları qüvvətləndirsin. Onlara səbir, iman, qurtuluş nəsib etsin. Kömək olsun, qələbə versin. Onları zalimlərin fitnəsindən, düşmənlərin hiləsindən qorusun. Onların qəlblərinə rahatlıq, ümidlərinə ümid, qəm, kədər içərisində olanlarına sevinç bəxş etsin. Ac olanlarını doyursun. Ehtiyac olanlarının ruzisini bol etsin. Onları öz lütfü ilə qorusun. Allah Taala dövlətimizi, xalqımızı, millətimizi qorusun. Torpaqlarımızın bütövlüyünü daim etsin. Bizi izzətli etsin İslamla. Allah Taala ölkəmizi, bütün müsəlman ölkələrini, bütün müsəlman diyarlarını xətadan, bəladan qorusun, hifz etsin. Allah'ım bu diyarı əmin-amanlıq yurdu et. Bərəkət və xeyirlə doldur. Bu məmləkəti İslamla izzətləndir. Şərəfli qıl. Müsəlmanları bir-birinə sevdir. Qardaşlıq, birlik, tohid ruhunu aramızda möhkəm et. Dövlət başçımızı qoru. Onu haqq yolda və haqq yolunun üzərində müvəffəq et. Onu İslam'a, vətənə xidmət etməsi üçün hikmət və güc verməklə qüvvətləndir. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm et. Şər və məkirli insanları onun ətrafından uzaq et. Allah'ım bu vətənin əmin-amanlığı uğrunda onun keşiyini çəkənlər, çalışanlar, əlindən gələni edən, səyi olan, əməyi olan hər kəsi qoru. Əskər və zabitlərimizi qoru. Onların işlərini, səylərini bərəkətli et. Onların qəlblərinə zəfərlə mükafat ver. Allah'ım onları haqqa müvəffəq et. Haqqa dəstək verənlərdən et. Onları dünya və axirətdə mükafatlandır. Şəhidlərimizə rəhm et. Ailələrinə səbir. Qazilərimizə şəfa ver. Allah'ım vətənimizi fitnə və şər qüvvələrin şərindən qoru. Onu daima İslam nuru ilə nurlandır. Bizə səbir, hikmət və mərhəmət ver ki, sənin yolunda layiqlə addımlaya bilək. Layiqli gedən qullarından ola bilək. Sizləri və bütün İslam ümmətini bu mübarək Ramazan bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Təqabbəlallahu minnə və minkum salihəl əməl. Allah Taala sizdən və bizdən salih əməllərimizi qəbul etsin. Bayramımız mübarək. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi.